feministsən, 35-40 yaşına qədər kef eləmisən, gəzmisən bütün dünyanı, 105 dənə oğlanın olub və s. 45 yaşında ayılırsan ki, deyən görmür, bəs mənim heç uşağım yoxdur, mən artıq tənhayam, pişiklə yaşayıram. İndi mən necə eləyim ki, cavan, enerjili, pulu çox olan oğlanı tapım? Qatarın gedib də sən. Elə sən gedib pişiyi al, pişiklə yaşamağa davam elə və bəxtini qəbul eləginən ki, mənimki də belə gətirdi. Cavanlığımda səhv eləmişəm, düzgün istiqamətə getməmişəm. Ona görə indi mən uşaqsız yaşayacağam. Alternativim nədir? Alternativim odur ki, gedib uşağı övladlığa götürə bilərəm misal üçün. Və yaxud özümdən yenə də 20 yaş qoca bir kişi ilə götürərəm, sünni maylanma ilə bir uşaq düzəldərəm. Və s. Yəni sənin alternativlərin budur normalda. Orada 2% ehtimal var ki, sən necəsə bəxtin gətirə gedərsən, nə bilim, plastik əməliyyat eləyərsən, nə bilim, özü cavanlaşdırarsan və s. biraz normal vəziyyətə salarsan və sonra da bir varlı kişini necəsə onu manipulyasiya eləyib inandırarsan, evlənəsən. Ola bilər. Və eləyənlər də var da. Amma o şansı azdır. Çox yaxşı bir məsləhətim var. Xoşbəxt olun. Xoşbəxt odur ki, bəxti ona xoşdur və yaxud bəxtəvər vardır. Sənin bir bəxtin var, o hər nədirsə, o sənə xoşdur. Xoşbəxt olmaq bizim insanlar bacarmır. O da odur ki, yəni səndə poyuz gedib də artıq, o qatar gedib. Yəni onun da asıca baxmaq, onun da asıca qaçmağın artıq bir mənası yoxdur. 90% hallarda. 5% şans var ki, sən hardansa bir mopeddən zaddan tapacaqsan, düşəcəksən o qatarın da asıca gedib bitər, onu tutacaqsan. Elə ehtimal var. Amma 90% o qatar gedib. Nəyə görə deyirəm? Yəni düşün də, bu adam 20 ilini buna sərf edib. 20 ilini durmadan, təslim olmadan, başına 1000 dənə iş gəlib. Hələ heç o da istədiyi yerdə deyil. Bundan sonra da bir 20 il bu cür davam eləməlidir ki, o istədiyi xoşbəxtliyə çatsın. Sən də 20 il sonra başlamaq istəyirsən. Sən 40 ildən sonra qurtarmaq istəyirsən. Yəni başlamağın bir nə mənası var ki? Əlqərəz, əgər sən 30 yaşına qədər bu işin içinə girməmisənsə, ondan sonra heç girmək məsləhət deyil.